Ben her birini salamlayıram. Təşkilat komitəsinə bizə söz verdiyi üçün çox təşəkkür edirəm. Deməli, belə bir mövzu dedilər məndən bəhs eləməyə. Əslində, mən mövzuya girişdən qabaq biraz ümumiyyətlə peyvəndlərdən bəhs eləmək istəyirəm. Nə üçün? Görəsən bizim cəmiyyətimiz bugün həqiqətən peyvəndlərin hamısını normal uşaqlarda vurmağa hazırdırmı ki, biz bir də kök üzrə köçülən uşaqlara peyvənd vuraq? O baxımdan biraz peyvəndlərdə ümumi bəhs edib sonra mövzuya girmək istəyirəm. Baxın, deməli, Ümumdünya Səhiyyə Təşkilatı 2019-cu ildə dünya üçün deməli, qlobal problemlərə sadalayanda birinci sıralardan birində peyvənd tərəddüdü alıbdır. Yəni, insanların peyvənddən yayınması, peyvəndini vurdurmaq istəməməsi. Biz Azərbaycanda peyvənd əslində yeni deyil. Baxın, baxdığımız zaman 1958-ci ildən bəri Azərbaycanda peyvənd tətbiq olunur və zaman içində peyvəndlərə müxtəlif növlər əlavə olunubdur və bunu demək mənim üçün çox böyük xoşdur ki, bu 2024-cü ildə mart ayından etibarən heksaksim deyilən bir peyvənd bizim cədvəlimizə əlavə olundu. Bu niyə önəmlidir? Baxın, biz əvvəllər valideynlərə deyirdik ki, bəzi peyvəndlər dövlətdə risklidir, vurulduğu zaman uşaqlara ağırlaşdıra bilər deyirdik və bu peyvəndin bizdəki qiyməti özəllərdə 240 manatla 350 manat arasında dəyişirdir. Və bugün üçün Azərbaycanda bu peyvənd artıq dövlət poliklinikalarında eyni peyvənd, yəni heç bir fərqi yoxdur, pulsuz bir şəkildə tətbiq olunur. Bu çox önəmli bir hadisə idi bizim peyvənd cədvəlimiz üçün. Bu cədvələ baxdığımız zaman bu mənim Səhiyyə Nazirliyindən təmin etdiyim bir cədvəldir. Əslində baxdığımız zaman statistiki olaraq bizdə peyvəndlərin çox yaxşı olduğunu görə bilirik. Əslində pis deyil, rəqəmlər olaraq deyirəm yəni. Məsələn, çoxu 89-90 civarındadır, amma praktikaya baxdığımız zaman həqiqətən bu belədirmi? Təbii ki, bu çox mübahisəli bir mövzudur. Məsələn, mənim öz praktik təcrübəmə bağlı desəm, bəlkə də heç 50-lərə tapmır kimi görsənir. Çünki insanlarımız çox tərəddüd içindədirlər və peyvəndləri vurdurmaq istəmirlər. Bizlə tərəddüd əlaqədar bir statistiki məlumatımız yoxdur təəssüf ki, amma Türkiyəyə baxdığımız zaman ən yaxın, bizə yaxın belə deyim, insanlardırlar. Bunlarda baxın, zaman içində peyvənd rədd edən insanların sayısı nə qədər artdığını görürük. Yəni bizdə orada bu rəqəmlər varsa, bizdə rəqəmlərin daha dramatik olduğunu düşünə bilərik. Bəs niyə insanlar bu peyvəndi vurdurmur? Çünki bu xəstəlikləri biz çox az gördüyümüz üçün artıq insanlar artıq xəstəlikdən qorxmurlar. Xəstəliyi törədən mikrobdan qorxmurlar. Daha çox peyvəndin yan təsirlərindən qorxurlar ki, həkim vurduq, yeri qızardı, şişdi və s. və insanlar tərəddüd etməyə başlayırlar və baxdığımız zaman cədvəllərdə bizim bəzi xəstələrimiz vardır ki, bütün peyvəndləri vurdururlar, hətta bizdə Azərbaycanda məcbur olmayan peyvəndləri gətirib vururlar. Amma bir qismi vardır ki, deyir ki, doktor, sən özünü öldürsən də, nə deyirsən de, mən uşağıma peyvənd vurdurmayacam deyirlər. Amma bir qismi vardır ki, tərəddüddədirlər. Yəni, heç bilmirlər, vuraq, vurmayaq, sosial şəbəkəyə baxırlar, internetdən oxuyurlar, analar qrupundan oxuyurlar və qərar verə bilmirlər ki, vuraq, vurmayaq. Yəni, bizim əslində pediatr olaraq əsas hədəfimiz bu kütlədir ki, bunları mümkün qədər peyvənd vurulan qrupa çəkək. Bu niyə önəmlidir? Baxın, şimdi biz ilik köçürmədən danışırıq, amma təbii ki, immunosupressiv xəstələr təkcə ilikdən söhbət getmir. Burada immunoyetməzlik olan xəstələr vardır, başqa metabolik xəstəliklər vardır, deyək ki, bunlar xronik xəstəliklər vardır, mukovisdozdur və s. və s. Bunların hamısının immun sistemi zəifdirlər və əgər cəmiyyəti biz qorumadığımız zaman, siz o uşağa peyvənd vurduğunuz zaman peyvəndin qoruculuğu 100% deyil təəssüf ki və istər-istəməz yenə də o uşaq xəstəlik yoluxa bilər və bu zamanda yenə valideynə tərəddüd yaranır ki, doktor, siz dediniz biz peyvəndi vurduq, düzdürmü? Vurduq. Amma yenə mənim uşağıma xəstəlik keçirdi. O zaman bu peyvəndi vurmamın nə mənası vardı mənim? Yəni, cəmiyyətin qorunması üçün, toplumun qorunması üçün bütün cəmiyyətin aşılanması, ən az 90-95% peyvəndlənməsi çox önəmlidir ki, biz bunun nəticəsini əldə edə bilək. Biz əvvəl peyvənd vuranda valideynlərdən sual soruşurduq ki, yaxşı, siz imtina edirsiniz, düzdürmü? Niyə imtina edirsiniz? Nə istəyirsiniz? Yəni, nədən qorxursunuz? Bizə hər zaman ilk sual bu olurdu ki, niyə bəzi peyvəndlər özəldə pullu vurulur? Biz bundan həqiqətən mübarizə apara bilmirdik, çünki izah edə bilmirdik ki, bizim dövlətlə aramızda nə fərq vardır deyə və insanlar bunu gördüyü zaman, yəni dövlətdə vurulan peyvənd pulsuzdur, özəldə əli doktor bunu 240 manata vurur dediyi zaman o peyvəndi vurdurmurdular. Ya pulu vardısa bizdə vururdu, ya da pulu yoxdursa heç ümumiyyətlə peyvənd vurdurmurdu. Çünki başa sala bilmirdin ki, əslində çox da böyük bir fərq yoxdur və biz bu günləri çox xoş bir haldır ki, bunun artıq ötəsindən gəldik və dövlətimiz bu peyvəndi təmin edərək bütün uşaqlara tətbiq edir. Yəni, özəldə və bugün dövlətdə vurulan peyvəndlər arasında heç bir fərq yoxdur. Eyni peyvəndləri vuruq demək olar ki. İkinci bir məqam nədir?
bu indi sosial şəbəkələr, internet o qədər aktivləşibdir ki, insanlar, yəni həkim belə deyim də, Lorelesa divara dirir sualları ilə. Yəni o qədər aktiv olmaq lazımdır ki, o xəstənin qarşısında bir cavab verə biləsən, amma bizim həkimlərimiz çox təəssüf edirəm ki, buna hazır deyirlər. Nəyə əsasən hazır deyirlər deyə bilərsiniz doktor? Niyə özündən mü çıxadırsa bunu deyirsən? Xeyr, biz Azərbaycan Pediatriya Cəmiyyəti və Ümumi Səhiyyə Təşkilatı olaraq keçən il bölgələrdə konferanslar keçirdik və biz konferans qabağı, xüsusilə peyvəndləmələrə qədər qabağı biz statistiki məlumatlar toplayırdıq, suallar soruşduq həkimlərdən. Baxın, həkimlərin verdiyi cavablarda bəzən doğruluq faizi 17% qədər düşürdü. Yəni 100 həkimdən 17-si doğru cavab verirdi, qalanı hamısı yanlış cavab verirdi. Bu niyə önəmlidir? Ümumiyyətlə ailələrimizi qoyun bir kənara, həkimlərimizin belə peyvənd haqqında kifayət qədər təsəvvürü yoxdur. Yetərli məlumat verə bilmir və bu həkimlərin də o ailəni iqna edib, yola gətirib peyvənd vurulma ehtimalı siz də başa düşürsünüz ki, çox düşük ehtimaldır və düşünün ki, bu 17% cavab verən bir insana ilik köçürmədən söhbət etmir. İmmün yetməzlik bir uşaq gedib çıxıb qabağını və buna peyvənd vurmağa çalışır. Yəni o fərqində deyil ki, qızılca peyvəndi ona vurarsa ölə bilər o uşaq məsələn deyək ki. Və bu baxımdan düzdür, Azərbaycanda yeni bir peyvəndlə əlaqə təlimat çıxdı, bir cədvəl çıxdı, amma o təəssüf ki, çox şəhadət etməklə bərabər bəzi şeylər orada əksikdir, xüsusilə xüsusi risk qrupları olan uşaqlarda peyvəndləmə ilə qədər kifayət qədər təəssüf ki, orada məlumat yoxdur və mən bu cədvəllərdən məsələn keçirəm, bəzilərində yaxşı rəqəmlər var, 79-a qədər çıxır, amma ümumi olaraq baxdığımız zaman həkimlərimizin kifayət qədər peyvəndlə qədər məlumatının olmadığını görürük. İndi biz gələk ilik köçürən uşaqlara. Mən xüsusi risk qrupları çoxdur əslində, amma mövzu bu olduğu üçün bundan bəhs etmək istəyirəm. Məsələ nədir? Biz sağlam uşaqlara peyvənd vurdura bilmirik adətən. Çünki ailə imtina edir və bəzən təbii ki, peyvəndlərin yan təsirləri də ola bilir, təəssüf ki. Bizim üçün əslində nə önəmlidir? Hər qrup üçün ayrı bir peyvənd tədqimi təşkil etmək mümkün deyil. Deyək ki, brutonda başqa bir şey ver, ilik köçürəndə başqa bir şey ver, orqan köçürülüb sonra başqa bir şey ver. Belə bir cədvəl tətbiq etmək mümkün deyil və ümumiyyətlə orqan köçürülmələrdə, peyvənd ilik köçürülənlərdə yekun bir qərar yoxdur. Amma ümumi ekspert fikirləri vardır, ümumi kiçik saplı araşdırmaları vardır və bunlar bizə ən azından yol işıq tutur ki, biz nə edə bilərik bu uşaqlarda. Və birinci, mən burada öz şəxsi fikrimi yazmışam, birinci üçün əsas şey nədir? İlik köçürən həkimin sizin uşağınıza peyvənd vurulması lazımdır, deməsi lazımdır. Yəni, əgər o həkim peyvəndə soyuq yanaşırsa, bu uşaqları peyvənd üçün yönləndirmirsə, bizim o peyvəndə vurmamız zaten mümkün deyil. Bu qədər maliyyət xəstəliyin öhdəsindən gəlinibdir, amma peyvənd vurarlar birdən mənim uşağıma bir şey olur deyər və heç o peyvəndə vurdurmaz. Birincisi, ilik köçürən həkim force etməsi lazımdır ki, siz gedin peyvəndinizi vurdurun. İkincisi də Azərbaycanda sosial pediatriya bir sahəsi yoxdur tibb universitetinin təəssüf ki. Yəni, bu niyə önəmlidir? Baxın, bütün həkimlər risk qruplarında hansı peyvəndlərinin vurulub-vurulmayacağını bilməyə bilər. Bunu normal qarşılamaq lazımdır. Və biz Azərbaycanda çox, belə deyim, 5 milyon Bakıda bir insan vardır. Bunlar üçün də 50 dənə mərkəzin olmasına ehtiyac yoxdur. Sosial pediatriya bölümü olarsa Azərbaycanda, Türkiyədə məsələn biz Hacettepe'də işləyəndə bizim sosial pediatriya bölməmiz var idi. Mən özüm də orada bir ilik köçürmə mərkəzində işləmişəm Hacettepe'də. Konsultasiya istəyirdik, gəlirdilər, protokol yazıb gedirdilər. Yəni orada biz pediatr olsaq belə özümüz qərar vermirdik ki, hansı peyvəndlər vurulsun. Amma Azərbaycanda belə bir məqam mərkəz yoxdur ki, getsin oraya, xəstə yönləndirilsin, orada bir protokol çıxarılsın və bu uşağa lazım olan peyvəndlər vurulsun. Bunlar niyə önəmlidir? Əgər onlar da həkimin yetərli məlumatı yoxdursa və yanlış bir peyvənd vurarsa və xəstəyə bir şey olarsa, o zaman istər xəstənin öz həkimi, istər elə o peyvənd vuran həkim ciddi şəkildə hüquqi baxımdan zərər görə bilər. O baxımdan bizdə birincisi sosial pediatriya sahəsinin yaradılması lazımdır ki, yoxdur hazırda. İkincisi isə ilik köçürən və yaxud da müalicə edən əsas həkim gedirsə, onun peyvəndə vurulmağı tövsiyə etməsi lazımdır. Niyə önəmlidir deyə sual soruşa bilər, xüsusilə risk qrupları deyirsiniz. Baxın, normal uşaqlarla müqayisə etdiyimiz zaman, deyək ki, bir uşaq, ilik köçürülən bir uşaq qrip oldu, onların ümumi mortalitəsi 6-15%-dir. Və bunların 1/3-də o qrip aşağı tənəffüs yollarına ötürülə bilər. Əgər aşağı tənəffüs yollarına ötürülərsə bu uşaqlarda mortalitə baxın 50%-lərə qədər çıxa bilir. Yəni, o qədər əziyyət çəkib ilik köçürürsünüz və ya nəsə müalicə kimya verirsiniz, uşağı qurtarırsınız, bir anda bir infeksiya işin içinə girir və uşaq həyatını itirir. Çox bəsit bir yollarla bunların halbuki qarşısını almaq olar. Və yaxud da invaziv pnevmik infeksiyaları normal uşaqlarda belə çox risklidir. Halbuki bu qruplarda müqayisə etdiyimiz zaman 45-55 dəfə bu xəstəlik riskinin artdığını görürük. Və biz bunları
ən azından bir çoxunu peyvəndlə qoruya bilirik. Bu baxımdan peyvənd vurulmasının ən azından zəruri olduğunu göstərən bir dənə iki məlumat qoydum ki, burada bizim üçün hər şey aydın olsun. Bu ilk köçürən uşaqlarda ümumiyyətlə köçürülmədən qabaq peyvənd vurula bilərmi deyə bir sual soruşula bilər. Bəli, inaktiv peyvəndlər köçürülməmişdən 2 həftə qabaq vurulması lazımdır. Vurulacaqdırsa, canlı peyvəndlərin isə ilk köçürülməmişdən qabaq 4 həftə qabaq vurulub qurtarılması lazımdır. Amma bu həqiqətən o uşağın gələcəyi üçün bir təsir olacaqmı desəniz bu məqamın? Çox bir təsir olmaya bilər tamamlanmanın. Çünki birazdan o mövzuya da mən değinəcəyəm. Bəs ilk köçürülmə sonrası nə məsləhət görülür? Baxın, ilk köçürülməsindən sonra bu slaytı, bu yazını göstərmək istəyirəm. Peyvəndlənmə vurulmamış kimi qəbul olunur. Yəni, heç vaxt bu uşaqlar peyvəndlənməmiş kimi, yəni sıfırlanmış kimi qəbul olur. İstər bu otolog olsun, istər ologen olsun, fərqi yoxdur. Biz bu uşaqları sıfır peyvəndli qəbul edirik və ən başdan başlayırıq. Və bunlarda bəzən antikorlar tapılsa belə qanında çox düşük olduğu və çox sürətlə aşağı düşdüyü görüldüyü üçün qoruyucu olmadığı düşünülür. Hətta qızılca peyvəndində post-transplant bunların itirdikləri belə görülməkdədir. Burada mövzu bu olduğu üçün bəzi məqamları mən qoydum burada. İnaktiv peyvəndlərdə açıqcası problem yoxdur. İnaktiv peyvənd çünki zərər vermədiyi üçün insana erkən və ya gec vurulsa belə bəlkə qoruyucu olmaya bilər, amma canlı peyvəndlər biraz o uşaq üçün təhlükə ola bilər. Burada 3 məqam var, buradan bəhs etmək istəyirəm. Düzdür, bayaq mən ilk çıxışda gördüm, bir çox dərmanlar devrəyə girilir, istifadəyə girilir, çox dərmanlar var. Təbii ki, bunları bizim pediatr olaraq tam təqib etməmiz önəmli, mümkün deyil, amma təbii ki, biz bu peyvəndlər vurulduğu zaman istər-istəməz o ili köçürən hematologlar konsultasiya özümüz də eləyirik ki, baxın, nə düşünürsünüz, bu uşağın immun sistemi yetərlidirmi, siz bunu kafi görürsünüzmü peyvəndlənmək üçün, xüsusilə canlı peyvəndlərdən söhbət edir, bunları danışırıq. Mən xüsusilə bu üçünü vurulamaq istədim, çünki bunlar cədvəldə önəm əhəmiyyət edən məqamlardırlar. Məsələn, bu anti-CD20 müalicəsi alanlarda deyilir ki, bu uşaqlara peyvəndi ən son müalicədən ən az 6 ay sonra vurun. Ondan əvvəl peyvənd vurmayın bunlar alanlarda. İkincisi, ilik çox istifadə olunan bir dərmandır və bunlarda da deyilir ki, xüsusilə qızılca və südçəyi peyvəndi, düzdür, bu doza bağlı bir şeydir, birazdan onu da göstərəcəm, cədvəli göstərəcəm mən sizə. Ən az immunoglobulin veriləndən 8-11 ay sonra südçəyi və qızılca peyvəndinin vurulması tövsiyə olunur və yaxud da vurubsunuzsa, 2 həftə sonra, yəni heç olmasa az bir immun yaddaş yaransın ki, siz buna ivik verin deyilir. Və bir də CAR-T müalicəsi alan uşaqlarda bu yeni müalicə üsulu olduğu üçün bunlarda peyvəndlənmə haqqında əslində kifayət qədər bir məlumat yoxdur ədəbiyyatda. Hamısı ekspert fikirlərdir və çox kiçik sayılarda olan yayınlar vardır. Amma deyilir ki, bunlarda peyvənd vurulduğu zaman necə bir immun sistemi yaratdığı haqqında kifayət qədər məlumat yoxdur. Amma əgər vuracaqsınızsa bunlarda peyvəndi, canlı peyvəndləri 1 il sonra, cansız peyvəndləri 6 ay sonra, yəni ən son müalicədən sonra bilirsiniz. Çünki bunların uzun müddət ivik müalicəsi də verilir bunlarda. Bəzən təsiri çox uzun davam edir və o zaman qızılca və südçəyi peyvəndi vurulduğu zaman da 1 il sonra belə olsa, o ivik alıb almadığını nəzərə alaraq vurmamız lazımdır. Bu cədvəl əslində çox bəsit, hər şeyi açıqlayan bir cədvəldir. Buradan qısa-qısa məlumat vermək istəyirəm. Baxın, qrip peyvəndi. Deyir ki, kök hücrə köçürüləndən sonra 6-cı aydan sonra peyvəndə başlaya bilərsiniz. Amma əgər peyvənd ili köçürdüyünüz dövr qripin aktiv olduğu bir vaxtda rast gəlirsə, qrip çoxdursa, o zaman bunu 3-cü aydan, 4-cü aydan başlaya bilərsiniz. İnaktiv peyvəndin söhbət edir, canlı peyvənd təbii ki, burada olmaz. 8 yaşın altında uşaqlarda 2 doz tövsiyə olunur, 8 yaşın üstündə uşaqlarda isə tək doz inaktiv peyvənd vurula bilər. Pneumokoka baxdığımız zaman 3-cü aydan etibarən başlanıla bilər. Deyək ki, 3-4-5 vurursunuz, 12-ci ayda rapel booster tövsiyə olunur və bu boosterdə nəyə diqqət etmək lazımdır? Əgər bu 3 doz vurulanlar konjugə dediyimiz tetanozla birləşdirilmiş pneumokok peyvəndlərdirlər. Daha yaxşı immun sistemi yaradırlar, amma gücləndiricini polisakkarit dediyimiz peyvəndlər tövsiyə olunur. Amma deyir ki, əgər o uşaqda GVHD vardırsa, o zaman bunu da konjugə pneumokok vurdurun, polisakkarit vurdurmayın deyilir. Tetanozdur, hemofiliz influenza tip B-dir, inaktiv poliomiyelit, hepatit B-dir. Bunların hamısı 3 doz şəklində 6 aydan etibarən vurula bilər. Baxın, görürük, bunlar hamısı inaktiv peyvəndlərdirlər. Yəni, uşaqlar üçün erkən və gec vurması bir zərər təşkil etməz. Amma qızılca və südçəyi peyvəndində isə
ili köçürülmədən sonra ən az 2 il keçməsi tövsiyə olunur. Və yaxud da bayaq da dedim, ivik verilibsə əgər, orada ara məsafəsinin qorunması tövsiyə olunur. Yəni meningokokdur, human papilloma virus 9 yaşdan sonra artıq vurula bilər uşaqlarda, bunların da vurulması tövsiyə olunur. Burada yenə eyni zəlvəlin fərqli bir versiyasıdır. Sadəcə bunu bilmək lazımdır ki, əgər uşaqda GVHD vardırsa, onlarda polisakkarid pneumokoklar, su çiçəyi və qızılca peyvəndi vurulması tövsiyə olunmur. GVHD müalicəsi tamamlanandan 2-3 ay sonra bu peyvəndlərin vurula biləcəyi deyilir. Və bu uşaqlarda qızılca peyvəndi və ya su çiçəyini yadda saxlamaq üçün belə bir şey yadda saxlaya bilərsiniz ki, məsələn, transplantasiyadan sonra 2 il keçməsi lazımdır. Son 1 ildə xüsusilə bu qızılca və su çiçəyi üçün keçərli, təkrar edirəm, canlı peyvəndlər üçün keçərlidir. Transplantasiyadan sonra 2 il keçməsi lazımdır. Son 1 ildə yüksək doz immunosuppressiv almaması lazımdır və son 8 ayda intravenöz immunoglobulin almaması lazımdır. Bu cədvəl isə ili köçürülən evdə olan yaşayan insanlara vurulan peyvəndlərdən bəhs edir. Yəni o ailə üzvlərinə peyvənd vura bilərək, vura bilmərək mi deyə yazılıb burada. Qızılda qulaqdil məxməri peyvəndi ailə üzvlərinə vurula bilər. Su çiçəyi vurula bilər, amma əgər su çiçəyi vurulan insanda dərisində səpkisi vardırsa, onun üstünün qapatılması lazımdır və ili köçürülən uşaqdan uzaq tutulması lazımdır. Canlı qrip peyvəndi vurmaq olmaz. Rotavirus vurula bilər, amma ən az 4 həftə bunlar nəcislə atıldığı üçün bu viruslar uşaqdan uzaq tutulması lazımdır 4 həftə. Bir də qısaca şeydən bəhsləmək istəyirəm. Tamam, ili köçürülməni başa düşdük və ximiyyəterapiya uşaqlardan bəhsləmək istəyirəm. Şimdi ximiyalı uşaqlarda ximiyyəterapiya zamanı canlı peyvənd vurmaq olmaz. Üzr istəyirəm. Vurmaq olmaz, amma risk qruplarında xüsusilə ailələrdə induksiya və konsultasiya zamanı əgər antibiyotik hüceyrə almırsa və ya yoğun ximiyyəterapiya almırsa, bunlarda qrip peyvəndi xüsusilə 6 aydan böyük uşaqlarda vurula bilər. Ximiyyəterapiya arasında vurula bilər və hepatit B sürətləndirilmiş bir cədvəllə, yəni 0, 14, 28-ci gündə risk qrupu yüksək olan bir yerdədirsə, bunlarda bu peyvəndin də vurulması mümkündür. Ximiyyəterapiya sonrası peyvəndləmə ilə qədər yetərli bir fikir birliyi yoxdur. Amma bunlarda peyvəndləri sil başdan vurulması tövsiyə olunmur. Ya deyilir ki, harada qalıbsınızsa, əvvəl vurulur, harada qalıbsınız oradan davam edin və yaxud da xüsusilə ailələrlə uşaqlarda tək doz hamısından booster müalicələr verilə biləcəyi deyilməkdədir. Bu cədvəl isə xüsusilə yenə qızılca və su çiçəyi peyvəndi üçün qan məhsulları və ivik müalicəsi aldığı zaman nə qədər müddət sonra peyvənd vurula biləcəyini göstərən bir cədvəldir. Mən sözü çox uzatmadan burada bitirmək istəyirəm. Lakin bunu da vurulamaq istəyirəm ki, baxın, bizim cəmiyyətdə peyvəndə qarşı ciddi bir antipatiya vardır. 14 ildir Bakıda işləyirəm mən. Yəni çox aşağı rəqəmlərdə bizim peyvənd cədvəlimiz və təəssüflər olsun ki, invaziv pneumokok infeksiyasına itirdiyimiz xəstələr kifayət qədərdir. O qrupda belə risk varkən bu qədər əziyyət çəkirsiniz və sonradan uşaqların bu səbəblər itirilməsi heç xoş deyil, ürək açan bir hal deyil. Mən hər birimizi bu mövzuda fikir birliyində və cəmiyyətimizi maarifləndirməyə çağırıram. Diqqətiniz üçün çox təşəkkür edirəm, sağ olun.